saxlayıb həbs oluna bilərsiniz. Hazırsınızmı? Tam. Gəlin, mən sizi gözləyirəm. Bilirəm ki, heç bir bəhanə yoxdur. Məni həbs eləməyə, mən heç zaman qanunları pozmamışam. Heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışam. Amma onsuz da necə başqalarına saxta düzəldirsiniz, düzüb qoşursunuz. Burada da biz bir saxta bir iş düzüb qoşa bilərik. Təki cəfəslərdən əl çəkin. Bugün İlham Əliyevin ailəsi ölkənin ən zəngin ailəsidir. Nəinki digərlərindən zəngindir, Azərbaycan dövlətindən daha zəngindir. Bu ölkədə aviasiya daşımaçılığından turizmə qədər, banklardan sığortaya qədər, kənd təsərrüfatındakı agro holdinglərdən dönərxanalara ət verməyə qədər, tren yola qədər, ən xırda biznesə qədər, indi də taksilərə göz qoyublar. Bu ölkədə pul gətirən hər şeyə Paşa Holding əl qoyur. Bu ölkənin siyasi hakimiyyəti İlham Əliyevin tək hakimiyyəti tərəfindən əl qoyulub, iqtisadiyyatına isə onun ailə şirkəti olan Paşa Holding əl qoyub. Biz ölkəmizi də onun maddi, mənəvi resurslarını da bu işğaldan azad edəcəyik. Hökumət məni həbs eləyə bilər. Burada bir belə deyək, xüsusi bir çətinlik yoxdur. Hüquq tanımayan, ədalət tanımayan, qanun tanımayan bir hökumətdir. Amma bunu da açıq danışmaq lazımdır ki, indi artıq fikir verin, dünya mətbuatı, mən yox, dünya mətbuatı mənimlə müsahibələrdə məni dünyaya necə təqdim edir? Siz hamınız görürsünüz ki, məni məhz müxalifət lideri olaraq dünyaya təqdim edirlər, belə tanıyırlar. Mən özüm demirəm bunu, mən özümü hər zaman xalq cəbhəsinin sədri kimi təqdim eləmişəm. Amma dünya mətbuatı və beynəlxalq aləm artıq məni bu statusda görür və tanıyır. Və bu statusda insanları həbs eləmək, dediyim kimi mümkündür, amma çox ciddi problemlər yaradır istənilən hökumətə. Əgər münasibətim yaxşı olsaydı bu hökumətlə, bir dəfə onun atası dövlət başçısı idi. Parlamentə gələndə ayağa qalxardım.